Salam, hər vaxtınız xeyir, hörmətli izləyicilər. Bu günləri Azərbaycan qürurla qeyd edir. Bu günlər Azərbaycan hər tərəfi toy bayram, al-əlvan bayraqlarla bəzədilmişdir. Azərbaycan xalqı qələbənin 5 illiyini qeyd edir. Biz də bu münasibətlə Bakı şəhərində açılmış Zəfər Muzeyini ziyarət etdik. Zəfər Muzeyində elektron tablolarda zəfərə gedən yol, Azərbaycanın bu qələbəni əldə etdiyi kadrlar və erməni vandalizminin dağıtdığı, Qarabaxana qoyduğu, Qarabağı müxtəlif rayonların şəkil formasında, elektron formasında izləyicilərə nümayiş etdirilir. Bundan əlavə 1-ci Qarabağ müharibəsi zamanı şəhid olmuş şəhidlərimizin adları elektron tabloda əks olunmuşdur. Muzeyin girəcəyində 44 günlük müharibənin qəhrəmanlarının adı, soyadı əks olunmuşdur. Bu da muzeyə gələn izləyiciləri və şəhid ailələrin bir daha qürurlu edir. Biz də sevinirik ki, şəhidlərimiz unudulmur. Şəhidlərimiz biz yaşadıqca yaşayacaq. Onlar bizlərin qəlbində məskən salmışlar. Azərbaycan bu qələbəni qanla əldə etdi. Azərbaycan bu qələbəni 3000-dən çox şəhidin qanı bahasına əldə etdi. Hər birinizə tövsiyə edirəm, siz də bu muzeyə ziyarət edib, bu muzeylə tanış olasınız. Götürün.
valideynlər zəhmət olmasa əllərindən tutaq. Mən bu hissəyə geri bıraxdım. Bu hissəyə gəlin göstərim.